Ekologiya və Təbii Sərvətlər Nazirliyi gözlənilən çovğunla bağlı əhaliyə xəbərdarlıq edir. Doğru Xəbər Azərbaycan bildirir ki, xəbərdarlıqda deyilir. Bakıda və Abşeron yarımadasında yanvarın 19 axşamdan 21 səhərə qədər havanın yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, qar yağacağı, ayrı-ayrı yerlərdə yağıntıların intensivləşəcəyi gözlənilir. Minimal temperatur yanvarın 19-dan 20-sinə keçən gecə 0 dərəcəyə yaxın, 21-i 22-si gecə saatlarında isə 0-3 dərəcə şaxta olacaq. Yağıntılı və küləkli hava ilə əlaqədar qısa müddətli çovğun olacağı ehtimalı da var. Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit hava yanvarın 21-i gündüzə qədər davam edəcək, arabir yağıntılı olacaq, bəzi yerlərdə sulu qar, qar yağacaq, intensivləşəcək və çox güclü olacaq. Minimal temperatur dağətəyi rayonlarda 6 dərəcəyə qədər şaxta, dağlıq rayonlarda 7-12 dərəcə, yüksək dağlıq ərazilərdə isə 18-23 dərəcə şaxta olacaq. Ölkə ərazisində, xüsusən də dağətəyi və dağlıq rayonlarda yollar buz bağlayacaq. Nazirliyin açıqlamasına görə eyni zamanda külək də güclənəcək. Bununla bağlı sarı və narıncı xəbərdarlıq edilib. Bildirilib ki, yanvarın 20-si Bakıda və Abşeron yarımadasında eyni zamanda əksər bölgələrdə küləkli hava şəraiti ilə bağlı əhaliyə xəbərdarlıq olunur. Neftçala və Xızıda narıncı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək. Küləyin sürəti saniyədə 20-28 metrə qədər güclənəcək. Bakıda və Abşeronda eləcə də Balakən, Zaqatala, Qax, Şəki, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Naftalan, Samux, Goranboy, Qusar, Şabran, Xaçmaz, Quba, Siyəzən, Qobustan, Şamaxı, Salyan, Sabirabad, Saatlı, Şirvan, Hacıqabul, Mingəçevir, Tərtər, Yevlax, Bərdə, Kəlbəcər, Laçın, Füzuli, Zəngilan, Daşkəsən, Gədəbəy, Göygöl, Lənkəran, Masallı, Astara, Biləsuvar, Lerik, Yardımlı, Cəlilabadda isə sarı xəbərdarlığa uyğun olaraq şimal küləyi əsəcək. Küləyin sürəti bəzi yerlərdə saniyədə 13-20 metrə qədər güclənəcək. Nazirlik gözlənilən çovğunlu, küləkli və yağıntılı hava şəraitində əhalini son dərəcə ehtiyatlı olmağa və təhlükəsizlik qaydalarına əməl etməyə çağırır. Hər hansı bir ciddi təhlükə ilə üzləşdikdə isə 112 qaynar xətlə əlaqə saxlaya bilərsiniz deyə açıqlamada bildirilib.